Atlantik okeanında günlərdir karantində qalan Hondius gəmisində təxliyə əməliyyatlarına başlanılıb. İspaniyanın Kanar Adaları sahillərində lövbər salan gəmidən indiyədək 19 ölkədən olan 100-ə yaxın sərnişin təxliyə edilib. Əməliyyat çərçivəsində ilk olaraq İspaniya vətəndaşları, daha sonra ABŞ, Birləşmiş Krallıq, Almaniya və Niderlanddan olan sərnişinlər gəmini tərk edərək ölkələrinə yola salınıblar. Təxliyə edilənləri sahildə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Ghebreyesus qarşılayıb. İspaniyanın Səhiyyə naziri bildirib ki, prosesin tamamlanması üçün son 2 uçuş qalır. 19 ölkədən 94 nəfər gəmini tərk edib. Fransadan gələnlərdən birində simptomlar müşahidə olunub. Fransanın səhiyyə orqanları bu barədə protokollar hazırlamağa davam edəcək. Gəmidə 34 nəfər qalıb. Onların da gedəcəyi gözlənilir. Bununla da təxliyə prosesi başa çatacaq. Daha sonra isə gəmi yola düşəcək. Aktiv müşahidə ilə 42 gün karantin olmalıdır. Bu müəssisədə və ya evdə baş tuta bilər. Əlbəttə ki, biz ölkələrə tövsiyə veririk, məcbur etmirik. Ölkələr öz qaydalarına uyğun hərəkət edirlər. Simptomların olması isə o demək deyil ki, bu sadəcə hantavirusla əlaqəlidir. Lakin bilirəm ki, fransız mütəxəssislər lazım olan bütün tədbirləri görəcəklər. Evakuasiya səyləri davam etsə də virusla bağlı qlobal narahatlıq səngimir. Ümumdünya Səhiyyə Təşkilatı isə rəsmi bəyanatla çıxış edərək hantavirusun COVID-19 kimi hava yolu ilə yayılmadığını və kütləvi epidemiya riski daşımadığını vurğulayıb. Bu Covid deyil, insanların hantavirus barədə narahat olmasına ehtiyac yoxdur. İspaniya hökuməti yoluxmuş insanları diqqətdə saxlayır. İlk yoluxmalarından bu qənaətə gəlmişik ki, İnsanlar kruzdən əvvəl hantaviruslu gəmiricilərin yaşadığı yerlərdə olublar. Bu gəmiricilər bütün dünyada yayılmayıb. Uzun quyruqlu düz çovulu Cənubi Amerikaya xasdır. İnanıram ki, Argentina hökuməti bu məsələ ilə məşğul olacaq. Xəstələrlə təmasda olan hər bir insanın izlənilməsi isə maksimum inkubasiya dövrünə qədər davam edəcək. Yeni yoluxmalar baş versə belə epidemiyaya gözləmirik. Ekspertlər virusun mənbəyi kimi Argentinanın Uşuaya şəhərini göstərirlər. Ehtimallara görə bir sərnişin şəhər kənarındakı zibilxanada yoluxub. ABŞ tərəfi isə təxliyə edilən Amerikalılardan birinin Andes ştammına yoluxduğunun təsdiqlədiyini açıqlayıb. Xatırladaq ki, mayın 2-sindən bəri Hondius gəmisində 8 yoluxma qeydə alınıb. Onlardan 3-ü ölümlə nəticələnib. Hondius gəmisindəki təxliyə və hantavirusla bağlı qlobal narahatlıq fonunda mütəxəssislər bu infeksiyanın tibbi tərəflərinə aydınlıq gətirirlər. Bəs bu virus necə yayılır, ölüm riski nə qədərdir və ən əsası Azərbaycan üçün hər hansı təhlükə varmı? Həkimlərin fikirlərinə nəzər salaq. Son günlər gündəmə gələn hantavirus narahatlıq doğuran infeksiyalar sırasında yer alır. Mütəxəssislər bildirirlər ki, virus əsasən gəmiricilər vasitəsilə yayılır və ağır hallarda ölümcül nəticələrə səbəb ola bilir. Adətən insan keçmə yolu şişanların, həmin maral şişanlarının ekskrementlərindən, ağız suyundan və sidiyindən olan virusların havaya qalxması, orada nəfəs yolunun düşməsidir. Giriş qapısı da nəfəs yoludur. Amma klinik manifestasiya, yəni əlamətlərin ortaya çıxdığı dövrdə artıq müalicə eləmək çox imkansız olur. Çünki çox ağırlaşmalar olur və bunlar 70% letallıq verir, ölüm halları verir. Mütəxəssislərin sözlərinə görə virus qısa müddətdə ciddi fəsadlar yarada bilir. Xüsusilə ağciyər və ürək çatışmazlığı ilə müşahidə olunan hallarda ölüm riski yüksəlir. Bununla belə həkimlər bildirirlər ki, virusun əsas daşıyıcısı sayılan maral sıçanlarına Azərbaycanda rast gəlinmir. Bu xəstəlik sadəcə Andes növündə insandan insanlara keçid nadir də olsa bildirilir. Əsas rezervar gəmiricilərdir. Yəni gəmiricilər daşıyır bu virusu. Əsas bundan qorunma yolu gəmiricilərin təmasdan qaçmaqda və epidemioloji olaraq mütləq gigiyena qaydalarına nəzarət eləmək, həm də epidemioloji olaraq həmin bölgəyə səyahət etdiyimiz zaman xüsusilə də hansı əlamətlər olduğu zaman biz bundan şübhələnə bilərik.
Mütəxəssislərin sözlərinə görə xəstəliyin ilkin əlamətləri əsasən yüksək hərarət, halsızlıq, əzələ ağrıları və tənəffüs problemləri ilə özünü göstərir. Həkimlər hesab edirlər ki, virusun pandemiyaya çevrilmə ehtimalı aşağıdır. Buna baxmayaraq, riskli bölgələrə səfər edən şəxslərə gigiyena qaydalarına ciddi əməl etmək tövsiyə olunur. Hazırda hantavirusa qarşı spesifik peyvənd və antiviral müalicə vasitəsi mövcud deyil. Ekspertlər deyirlər ki, şübhəli simptomlar yaransa, vaxt itirmədən tibbi yardıma müraciət olunmalıdır. Azərbaycanda indiyənədək virusla bağlı rəsmi yoluxma qeydə alınmasa da, mütəxəssislər ehtiyat tədbirlərinin vacibliyini vurğulayırlar. Maya Sabir qızı, Rizvan Əkbərli,